Salam əziz müəllimlər, necəsiz? Dərsimiz 5-ci sinifin 22-ci mövzusu olan nəm istemal və parça qırıntılarından tutqacın hazırlanması texnologiyasıdır. İlk öncə gəlirik müəllimlər. Parça məmulatın xarici görünüşü və forması nədən asılıdır deyə bir sual olunsa bizə, bu zaman deyirik ki, onun, yəni məmulatın xarici görünüşü, keyfiyyəti və forması nəm isti əməliyyatının düzgün aparılmasından birbaşa asılıdır. İndi açılsın. Davam eləyək. Deməli, nəm isti əməliyyatının düzgün icra olunmasından nədir? Birbaşa asılıdır. Məmulatın xarici görünüşü, keyfiyyəti və forması. Daha sonra müəllimlər, tikiş məmulatlarının nəm isti emalı nə adlanır? Baxın, tikiş məmulatlarının nəm isti emalına həm də niyə deyilir? Niyə? Parçaların və məmulatların nəm isti və təzyiqlə xüsusi avadanlığın, yəni ütü və ütləmə lövhəsinin köməyi ilə emalıdır. Nə? Burada baxın, niyə-nin açıqlamasını verir ki, niyə nədir? Niyə? Baxırıq. Niyə parçanın və məmulatların nəm isti və yaxud da ki, təzyiqli xüsusi avadanlığın ütü və ütləmə lövhəsi ilə emalıdır. Niyə? Daha sonra gəlirik nəyə? Nəm istemalının köməyi ilə parçanın qırışları hamarlanır. Nəm istemalının köməyi ilə parçanın qırışları hamarlanır. Hazır məmulat lazım olan forma verilir. Və ev şəraitində nəm istemalının yerinə yetirilməsi üçün əsas avadanlıq nədir? Ütü və ütü lövhəsi. Ütü və ütləmək üçün lövhə. Bir daha desək, deməli, ev şəraitində nəm istemalının yerinə yetirilməsi üçün əsas avadanlıq ütü və ütləmək üçün lövhədir. Yəni, bunu nəzərdə tutur. Ütləmə lövhəsi və ütü. Detal və məmulatların nəm isti emalı iki cür olur. Hansılardır? Əsas məqamlardan biri aralıq və yekun. Aralıq nəm isti emalı, yəni əməliyyatı məmulat biçilmədən əvvəl və hər əməliyyatdan sonra aparılır. Hansı aralıq nəm isti emal əməliyyatı həm biçmədən əvvəl, həm də əməliyyatdan sonra yerinə yetirilir. Bəs yekun? Yekun isə nəm isti əməliyyatı hazır məmulat üzərində icra olunur. Baxın, sanki adından da yadda saxlaya bilərik. Nədir? Yekundur, yəni sondur. Hər hazır məmulatın üzərində icra olunur. Sanki sonda yerinə yetirilir və adından da uyğunlaşdırırıq. Yekun. İşləmə üsulundan asılı olaraq ütülər neçə cür olur? Ütülər 3 cür olur. Elektrikli, buxarlı və elektrik buxarlı növü olan növlərindən 3 növü var. Yəni, bu növlərdən ibarətdir. Ütülər nəyə görə fərqlənir bir-birindən? Ütülər çəkisinə görə, eyni zamanda 1 kilodan 5 kiloya qədər olur. Həmçinin ölçüsünə və işləmə gücünə görə fərqlənir. Deməli, ütülər nəyə görə, hansı xüsusiyyətlərinə görə bir-birindən fərqlənir? Çəkisinə görə, ölçülərinə və işləmə gücünə görə bir-birindən fərqlənir. Nəm isti emalın yerinə yetirilməsi üçün iş yeri qatlanan ensiz masa, yəni ütləmə lövhəsidir. Baxın, bunu nəm isti emal üçün lazım olan alətlərlə, avadanlıqla qarışdırmayın. Baxın, burada bir məqam var. Deyir ki, nəm isti emal nə ilə yerinə yetiririk? Əsas lazım olan avadanlıq nə demişdi? Demişdik ki, ütü, bir də ki, nə idi? Ütü, bir də ki, ütləmə lövhəsi. Elə deyil. Baxın, bunlar fərqli olan mövzulardır, yəni məqamlardır. Əgər bizdən desək ki, bizdən soruşsa ki, ev şəraitində nəm isti emalı yerinə yetirmək üçün bizə nə lazımdır? Deyirik ki, ütü və ütləmə lövhəsi. Yox, belə bir söz desək ki, nəm isti emalı yerinə yetirmək üçün iş yeri haradır? Baxın, bu zaman isə deyirik qatlanan ensiz masa, yəni nədir? Ütləmə lövhəsi. Yəni, baxın, bunu nəzərdə tutun. Daha sonra nəm isti emalın yerinə yetirilməsi, nəm isti emal əməliyyatı ayaq üstə aparılır. Bəli, şəkildən gördüyümüz kimi də. Bu zaman emal edilən məmulatdan gözə qədər olan məsafə nə qədərdir? 30-35 santimetr. Baxın, 30-35 santimetr.
Bunu yadda saxlayın. Belə yadda saxlayın ki, 2 dənə 3 var burada. Təkrarlanır. Ütüləmə. Baxın, bu bir proses, ütləmə prosesindən söhbət getdiyinə görə yadda saxlayaq ki, ütüdə neçə dənə ü var? 2 dənə. Ütü. Həmçində 30-35 dənə var. 2 dənə 3 var. Baxın, bu formada yadda saxlayın. Deməli, bunu bu formada yadda saxlayırıq. Nəmisli emal aparılan, dəqiqə bunu silim. Nəmisli emal aparılan iş yeri yaxşı işıqlandırılmalıdır. Daha sonra detal və məmulatın nəmisli emalına başlamazdan əvvəl ütünün istiliyini ütlənəcək parçanın qırıntısında yoxlamaq lazımdır. Ütünün qızma temperaturu müxtəlif liflərdən olan parçalar üçün fərqlidir. Yəni, hər parça üçün müxtəlif, belə deyək, dərəcələrdən istifadə olunur. Bunlar hansılardır? Gələk indi baxaq onlara. Pambıq və katan parçalarda 180-200 Selsi dərəcə. İpək parçalarda 110, yun parçalarda 150, sintetik parçalarda 100 Selsi dərəcədən çox olmamalıdır. Baxın, pambıq və katan daha çox, yəni katanla yadda saxlayın ki, biraz gec açılan materialdır, qırışlanan, tez qırışlanan və ütlənməsi də bir o qədər çətindir. Ona görə də onu ən çox olan temperaturla 180-200-lə yadda saxlayırıq. İpək parçalardır, yenə həssas parçalardır, 110-a qədər. Bir dənə burada sintetik, baxın, 100-dür. Sintetik niyə? Çünki çox həssasdır. Yəni, yanmağa, belə deyək də, meyillidir. Ona görə ona ən aşağı temperatur 100-də. İpək ondan bir qədər zərifdir. Onu 110-dan. Digərini katan və pambığı 180-200. Bir dənə yundur. Yunu da necə? 150 Selsi dərəcə ilə yadda saxlayırıq. Yadda saxlamaq lazımdır ki, nəmisli emalın yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Bunlar hansılardır? Baxın, iş zamanı təhlükəsizlik qaydaları burada fərqlidir. Birinci baxırıq iş zamanı olana. Hansıdır? Bunlar iş zamanı olana aiddir. Ütünün şnurunun yanması, yanıqlar. Buxarla ütünün alt hissəsinə toxunmaqla və şnurun yanması ilə elektrik cəryanı ilə zədələnmə. Bu iş zamanına aid olandır. Yəni, işdə ola biləcək təhlükələrdir. İşə başlamamışdan əvvəl olan təhlükələr, daha doğrusu nə etməliyik, onları deyir. Ütünün şnurunun və çəngəlinin qəlbinin işə yararlılığını və ütünün alt hissəsinin təmizliyini yoxlayırıq. Ütünün tənzimləyicisini emal edilən parçaya uyğun temperatur üzərinə qoyuruq. Ütü masasına və su püskürdənlərini hazırlamaq və kiçik rezin xalçanın mövcudluğunu yoxlayırıq. Bu nədir? İşə başlamamışdan əvvəl, yəni ütləmədən öncə bunları yerinə yetiririk. Daha sonra iş zamanı nədir? Deməli, dedik, iş zamanı nə etmək lazımdır? Nəmisli emal zamanı rezin xalçanın üzərində dayanaraq yerinə yetiririk. Yəni, nəmisli emalı xalçanın üzərində yerinə yetiririk. Baxın, burada olur ki, bunlar testdə suallar kimi düşür. Hansı məqamı deyəcəm sizə. Burada deyir ki, həmin işə başlamamışdan əvvəl nə edirik? Deyir, ütünün, hansı ki, bu xalçanın mövcudluğunu yoxlayırıq. Amma iş zamanında deyir ki, həmin bu xalçanın üzərində dayanaraq yerinə yetiririk. Yəni, bundan fərqləndirə bilərsiniz ki, əgər mövcudluğunu yoxlayırsa, artıq onun olub-olmadığına baxırsa, bu başlamamışdan öncə olandır. Yox, üzərində artıq icra edilirsə, bu iş zamanı nə etmək lazım olduqları olan məqamdadır. Sonra ütünü quru əllə yandırıb söndürürük. Bu zaman şnurundan yox, çəngəldən tutmaq lazımdır. Sonra ütünü xüsusi altlığın üzərinə qoyuruq. Yəni, iş zamanı ütünü, hansı ki, ütləmə lövhəsinin qırağında olan bir dəmir parça var. Onun üzərinə qoyuruq ki, yəni bizə mane olmasın. Şnurun burulub altında, yəni ütünün altına dəyməsinə və ütünün həddən artıq qızmasına nəzarət edirik və parçanı nəmləndirmək üçün xüsusi su püskürdəndən istifadə edirik. Sonra gəlir, iş bitdikdən sonra nə etmək lazımdır? Bu ən əsasıdır. Ütünü söndürmək, bildiyimiz kimi və onu xüsusi altlığın üzərinə qoymaq. Bayaq deyirdimi, hansı ki, icra eləyəndə üzərinə qoyuruq. Belə. Sonra burada var tutqacın hazırlanması. Biçmək üçün şablonlardan istifadə edərək tutqacın hazırlanma mərhələsinə baxırıq. Nə lazımdır bizə? Alət, material və tərtibatları göstərir burada. Qayçı, iynə, sabun və yaxud da ki, təbaşir, karton, karandaş, metrə, 2 rəngdə parça, A və B, astar parçası, araqat materialı, məmulatın haşiyələnməsi üçün parça və saplar ütü. Baxın, bunları ən azından bu materialları öyrənin, yadda saxlayın ki, hansı
belə deyək, material, alət və tərtibatlar lazımdır. Həmçinin burada yadda saxlayacağınız digər məqam 2 rəngdə müxtəlif parça. İndi onu da deyəcəm nəyə görə. Çünki tutqac görürsünüz burada 2 rəngdə verib. 2 fərqli rəngdədir. Ona görə də 2 rəngdə fərqli parça götürülür. Sonra artıq başlayır. Birinci mərhələ nədir? İndi bunu deyim sonra. Birinci mərhələ tutqacın hazırlanmasında eskizin qurulmasıdır. İkinci mərhələ şablonun hazırlanmasıdır. Üçüncü mərhələ isə biçilməsidir. Baxın, bunu bu formada ardıcıllığın yadda saxlayın. Eskizin qurulması birinci mərhələ, daha sonra şablonun hazırlanması 2 və biçilməsi isə üçüncü mərhələdir. Deməli, gəlirik eskizin qurulması. Eskiz məmulatın hazırlanacağı, baxın, şəkili göstəriblər. Eskizin qurulmasında, hansında deyil. Şəklin özünü, yəni eskizin nə olduğunu deyir ki, yəni məmulatın hazırlanacağı formadır da bu. Elə başa düşdüm, şəkili göstərib, ona görə baxdım. Daha sonra detalların öz aralarında birləşmə texnologiyasını başa düşmək üçün müxtəlif rəngli, eyni ölçülü kvadratlardan ibarət olan ən sadə variantından istifadə edirik. Şahmat taxtasının görünüşünə uyğun olaraq, görürsünüz, şahmat taxtası formasındadır. Onları 4 sıraya yığın. Sizə 14 kvadratdan ibarət olan kvadrat tutqacın eskizi alınacaq və onu 2 rəngdə hazırlayın. Baxın, neçə kvadratdan? 16 kvadratdan ibarət olan kvadrat tutqacın eskizi alınacaq. Burada 16 kvadratdan ibarətdir. Sonra tutqac üçün ən yaxşı ölçü. Əsas məqamlardan biri bu kvadratların ölçüsüdür və tutqacın hazırlanması üçün ölçü nədir? 22-nin 22 santimetrə olan ölçüsüdür. Tutqac üçün ən yaxşı ölçü. Sonra gəlirik burada, baxın, şəkil 2-yə baxırsınız. Şəkil 2-də göstərib tutqacın eskizi. Bayaq deyirdi, hansı ki eskiz. Baxın, budur. Rəngli parçaları göstərir. Bayaq demişdik 2 rəngdə parça. Baxın, bir rəngi və digər rəngi 22-nin 22 santimetrə olan ölçüsünü göstərib. Burada isə artıq şablonu göstərir. Baxın, bu isə şablonun eskizidir. Gəlirik şablona. Şablonun hazırlanması üçün tutqac üfüqi və şaquli 4 kvadratdan ibarətdir. Bəli. Şəkillərdə də göründüyü kimi. Sonra tutqacın ölçülərini bilərək 22-nin 22 sm emal paylarını köbə ilə kəsişməsini nəzərə alaraq hər tərəfdən, baxın, şablonda 1 sm neyinirik? Emal payı qoyuruq. Şablonların ölçülərini hesablamaq üçün bu düsturdan istifadə olunur. Həmin bu düsturu da yadda saxlayırsınız ən azından. Və şablonların tərəflərinin, belə deyək, uzunluğunu bu düsturla əldə edirik. Daha sonra müəllimlər kartondan və yaxud da qalın kağızdan 5-in 5-ə ölçüdə kvadrat kəsirik. Hər bir dənədə 22-nin 22 sm ölçüdə şablon hazırlayırıq. Bu tutqacın haşiyələnməsi olacaq. Biçmə zamanı işi yüngülləşdirmək üçün 22-nin 22 sm-də olan şablonla hazırlayırıq. Onun köməyi ilə tutqacın ara qatını və astarını tez biçmək olar. Baxın, bu onun belə deyək, hazırlama ardıcıllığını deyir. Mən də sizə belə oxuyuram. Siz özünüz oxuyanda daha dəqiq, diqqətlə şəkillərə baxa-baxa oxusanız aydın olacaq. Yəni, əsas məqamlar burada rəqəmləri öyrənməkdir. Rəqəmlərdir, ardıcıllığından hansı ardıcıllıq, yəni şablon, biçmə, hansı əməliyyatlardır. Bir də emal payı, burada göstərilən düstur. Yəni, bunları ən azından, yəni bu hazırlama ardıcıllığını yadda saxlaya bilməsəz də, bunları yadda saxlamağa çalışın. Və sonda nə olur? Sonda təbii ki, biçmə. Biçmə parçanın tərs üzündə şablonun konturlarını çəkin. Açıq rəngli parçalarda iti yonulmuş karandaş ilə, tündlərdə isə sabun və yaxud da ki, təbaşir ilə. Baxın, deyir ki, açıq rəngli parçalarda iti yonulmuş karandaş ilə, tündlərdə isə sabun və yaxud da ki, təbaşir ilə. Çünki bilirsiniz, tünd parçalarda daha çox, yəni onların rəngi, belə deyək, görünür. Sonra tikişlər üçün emal payı biçmədə 10 mm emal payı qalır. Görürsünüz? Emal payı 10 mm-dir. Biçmə zamanı uzununa sapın şablonlarda qeyd olunmuş istiqamətinə xüsusi diqqət yetirin. Belə müəllimlər, dərsimiz bu qədərdir.